Salam, bugün sizinlə görünüşü ilə hər kəsi heyran edəcək çox dadlı salat resepti paylaşıram. Salatı lavaşdan hazırladığım kasada servis edəcəyim üçün əvvəlcə lavaşı bu formada qatlayıb kəsirəm. Lavaşı qazana yerləşdirib 200 dərəcə qızdırılmış sobada qızarana qədər bişirirəm. 3 ədəd orta boy kartofu kub şəklində doğrayıram. Üzərinə su əlavə edib bişirirəm. Üç ədəd orta boy qaynadılmış yer kökünü kub şəklində doğrayıram. $200 qram qaynadılmış toyuğun sinə ətini bu formada hissələrə ayırıram. Yarım dəstə keşnişi xırda-xırda doğrayıram. Qaba hazırladığım ərzaqları 150 qram qarğıdalı 1 ədəd nar əlavə edirəm. Üzərinə zövqə görə duz, istiot və mayonez əlavə edib qarışdırıram. Hazırladığım salatı lavaşdan hazırlanmış kasaya əlavə edib servis edirəm və budur, gözəl görünüş, möhtəşəm dad. Resepti bəyəndinizsə kanalıma abunə olmağı və bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.